İmam Cəfər əs-Sadiq əleyhissalamın imaməti və ictimai ədaləti. İmam Sadiq əleyhissalamın imaməti Şiə tarixi üçün həlledici və dönüş nöqtəsi olan bir dövr idi. O, 34 il imamlıq etmiş və bu müddət ərzində Mədinəni böyük elm mərkəzinə çevirmişdi. Minlərlə tələbə onun dərslərində iştirak edir, elm dəryasından bəhrələnirdi. Lakin imamın fəaliyyəti yalnız dini elmləri öyrətməklə məhdudlaşmırdı. Digər imamlar kimi o da cəmiyyətdə insanların bir-birinə qarşı vəzifə və məsuliyyətlərini öyrədirdi. Onların nəzərində ibadət və dini bilik insanın nicat yolunun yalnız bir hissəsi idi. İnsan həm də başqaları ilə necə davranmalı olduğunu bilməli, heç kimin haqqını tapdalamamalı idi. Bu səbəbdən imam xalqın vəziyyətindən uzaq qalmaz, hər zaman ədalətli davranar və insanların hüquqlarını nəzərə alardı. Quraqlıq və ədalət nümunəsi. Bir il Mədinədə quraqlıq baş verdi. Buğdanın yığılması və saxlanılması, ehtiyat üçün gizlədilməsi nəticəsində qiymətlər gündən-günə artırdı. Vəziyyət o qədər ağır idi ki, şəhərin varlıları belə çətinlik çəkirdi. İnsanlar çörəyi buğdanı keyfiyyətsiz arpa ilə qarışdıraraq bişirməyə məcbur qalmışdılar. Çoxları gündəlik az miqdarda buğda almaqla dolanırdı. İmam bu vəziyyəti öyrəndikdə evin ərzaq alışına cavabdeh olan xidmətçisindən soruşdu. Evdə nə qədər ərzaq var? Cavab verdi. Aylarla kifayət edəcək qədər. İmam bunu eşidən kimi buyurdu. Onu dərhal çıxarıb satın. Mən istəmirəm ki, insanlar keyfiyyətsiz qida ilə dolandığı halda biz keyfiyyətli qida yeyək. Xidmətçi təəccüblə dedi. Ancaq hazırda Mədinədə ərzaq tapılmır. İmam yenə buyurdu. Sat, bundan sonra sən də başqaları kimi hər gün az-az al. Yeməyi də onlar kimi hazırla. Yarısı buğda, yarısı arpa olsun. Mənim üçün ailəmi yalnız keyfiyyətli buğda ilə dolandırmaq asandır. Lakin Allahın mənim ruzimi ən doğru şəkildə tənzim etdiyimi görməsini istəyirəm. Prinsip rahatlıqdan üstündür. Bu hadisə göstərir ki, insanın davranışları başqalarına təsir edir. İnsanlar buğdanı yığıb saxladığı bir vaxtda imam susmadı və vəziyyəti yüngülləşdirmək üçün əlindən gələni etdi. Hətta bu onun öz rahatlığı hesabına olsa belə. O, başqaları kimi yaşadı, onların yaşadıqlarını yaşadı və özünə başqalarından daha rahat həyat icazə vermədi. İmamın həyatı bir prinsip üzərində qurulmuşdu. Rahatlıqdan əvvəl cəmiyyət, qazancdan əvvəl prinsip, şəxsi mənafədən əvvəl ədalət.